Bu gün sizə Faberlic'in SPF 50 kremi haqqında danışmaq istəyirəm. Dərinin vaxtından tez qocalmasını istəmirsinizsə, qırışları gec düşməsini, üzünüzün daha cavan, daha gec qocalmasını istəyirsinizsə, mütləq SPF işlədin. Əslində bilinenin əksinə təkcə yay aylarında deyil, il boyu istifadə olunmalıdır. Bizlər adətən yayda günəşə çıxarkən istifadə edirik, amma il boyu istifadə olunmalıdır. Yay aylarında isə xüsusilə mütləq istifadə olunmalıdır. Günəşdən gələn UVA və UVB şüalarının dəriyə nüfuzunu azaldır, pigment ləkələrindən qoruyur, günəş ləkələrindən qoruyur və onu da qeyd edim ki, SPF 50 açıq dərilər üçün tövsiyə olunur. Deməli, bu SPF-in tərkibində buğda zılaları, vitamin E, şi yağı, arı mumu var. Buğda zılaları dərini nəmləndirir, vitamin E qocalmadan qoruyur, şi yağı qidalandırır və bərpa edir, arı mumu dərini yumuşaldır və